Belki kimi, yəni bizim vaxtımızdakı kimi deyil. Biz kitabxanalara gedərdik, qəzetlər, jurnallar, indi elə deyil. Həqiqi mənada belə kitabların, qəzetlərin, jurnalların az istifadə edildiyi bir dövrdə bu cür kitabları səni kimi bir gənc tərəfindən görmək çox xoşdur. Daim olsun, uğurların bol olsun. Amma hamının bildiyi kimi hər müharibənin, yəni şəhidin adı birdir. Yalnız şəhidə ayıran onun ili və tarixidir. Bu olur. Çox əməliyyatlar olur, amma müharibəyə bərabər əməliyyat bircə antiterror oldu. Şəxsən mənim oğlum 2021-də Fərruxdağ əməliyyatında iştirak edib, 2022-də qisas əməliyyatında iştirak edib və onda da şəhidlərimiz olub. Yalnız, yəni heç nədən deyil antiterrorun bu cür yadda qalması və antiterror əməliyyatı hələ həyata keçməzdən necə ki 44 günün simvolu olan Xarı bülbülümüz var, antiterrorun da simvolu olan antiterror işarəsi var, o mənim yaxamdadır. Bu işarə əməliyyatdan öncə erməniləri çox böyük təşvişə salmışdı. Mən çox istərdim ki, bəlkə də bundan sonra sənin antiterrorla bağlı yenə də gözəl işlərin olacaq. O işarəni hardasa çox gözəl mütləq, çox gözəl təyin. Uğurların bol olsun oğul. İnşallah yenə gözəl təqdimatların olar. Sevə-sevə gələrik. Çox sağ olun. Bravo xanım. Ben sizə bir neçə kəlmə demək istəyirdim. Mən çox üzr istəyirəm. Mən həmin işarəni oğlumuza hədiyyə etmək istəyirəm. Gözəl. Bunu evdən götürdüm ki, bilirsiniz nəyə görə? Yəni, unudulmasınlar bu uğurlar. Bu işarə çıxanda biz bilmirdik bu nə deməkdir. Yəni, bu işarənin mənasını başa düşündük, amma sən bilmə bu işarənin sonradan böyük bir... Əyləşdir.